Choose the correct variant. Doğru variantı seçin. A variantına diqqət etsək, are there a TV in the living room? Biz burada TV sözünü təkdə görürük, ancaq xəbərimiz are cəmdə yazıldığı üçün A variantı yanlışdır. B variantında is there a table in the kitchen? A table ifadəsi təkdədir və xəbərin is təkdə olmasına görə doğru götürürük B variantını və sual cümləsi olduğu üçün köməkçi feil əvvələ keçmişdir. C variantında is there any chairs in the living room? Chair sözü cəmdədir, ancaq xəbərimiz is təkdə olduğu üçün C variantı səhvdir. D variantında do Luciana have a brother and two sisters? Luciana mübtədamız təkdədir, köməkçi feil does olmalıydı, do yazdığı üçün yanlışdır. Və Y variantında does we have six uncles? We cəmdədir və mübtədamıza uzlaşmaya əsasən köməkçi feil do olmalıdır. Does yazıldığı üçün Y variantı səhvdir. Mübtədə xəbər uzlaşmasının qaydasına əsasən düzgün variantımız B variantıdır.